Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda ASTV xəbər komandası olaraq qədim yurt yerlərimizin birində Şəmkirdəyik. Qeyd edim ki, Şəmkir rayonu ta qədimdən Tunc dövrü abidələri ilə zəngindir. Xüsusilə də Zəyəm çayının sağ sahilində aparılan elmi arxeoloji qazıntılar nəticəsində bu ərazidə, olduğumuz ərazidə çoxsaylı qəbir abidələri aşkar edilmişdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, məhz hazırda bizim olduğumuz bu ərazidə torpaq qəbirlərin, qəbir abidələrinin, necə də kurqanların sıx yerləşməsi məhz bu yerlərdə, bu ərazilərdə hələ ta qədim zamanlardan insanların intensiv şəkildə məskunlaşmasından xəbər verir. Bir məsələni də sizin və tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, hazırda bizim olduğumuz bu ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun bir qrup tanınmış alimlərindən ibarət elmi ekspedisiyası fəaliyyət göstərir. Bu ərazilərdə elmi arxeoloji qazıntı işləri həyata keçirirlər. Operatorumuz Elmar Qasımovdan xahiş edirəm, əraziləri və kurqanlarda aparılan işləri sizə və tamaşaçılarımıza təqdim eləsin. Bəli, görüntülərdə də gördüyünüz kimi Profesor Nəcəf Müzseyiblinin rəhbərliyi altında fəaliyyət göstərən elmi ekspedisiya hazırda kurqanlarda elmi arxeoloji qazıntı işləri davam etdirirlər. Bir məsələni də xüsusilə qeyd edim ki, məhz bu ərazidə Baydar adlanan sahədə elmi arxeoloji qazıntılar nəticəsində 30-dan artıq kurqanlar aşkar edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, aparılan elmi arxeoloji qazıntılar nəticəsində ərazidə çoxsaylı torpaq qəbirləri aşkar edilmişdir, maddi mədəniyyət nümunələri aşkar edilmişdir və arxeoloqlar tərəfindən burada aparılan elmi tədqiqat işlərinin əsas məqsədi qədim dövrlərdə dəfn adətlərinin araşdırılmasıdır. Bizim hələlik Şəmkirdən çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdə.